İyunun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib. Ədəb üzrə hesabat verir, deyək kimi nə iş görmüşəm, nə yarımçıq qalıb. Və bir də gələcəyi düşünürsən, millətinin gələcəyidir, hara gedirik, hansı yolla gedirik. Sevinirəm ki, bu ömrü havayı keçirməmişəm, ədəbiyyatımıza xidmət eləmişəm. İçimdə yaşayan arzulardır və bütün ömrümü də o arzuların həyata keçirməsinə sərf eləmişəm. Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər Sabir Rüstəmxanlıya təbriklərini çatdıraraq onun ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıblar. Bir sənət bayramıdır bugün, ədəbiyyat bayramıdır bugün və mən çox təşəkkür edirəm əməyi keçən hər kəsə. 80 yaş Sabir Rüstəmxanlının ömrünün elə bir çağıdır ki, həm də bugün xalqına hesabat verir. Milli şuurun oyanışında bir ömür kitabı o vaxt yaranmışdı ki, xalqımızın milli ruha, milli şuura çox böyük ehtiyacı var idi və Sabir Rüstəmxanlı o işi gördü. Bu günləri Azərbaycan xalqı azaddırsa, Azərbaycan xalqı müstəqildirsə, bax bu ideyaların əsas aparıcısı Sabir Rüstəmxanlı olublar. Sən bəlkə qocaldım deyə xiffət eləyirsən, növrəstə cavan övrüdür 80 sənə ey dost. Mən əskəriyəm millətin, sərdarı sənsən, min tərif edəm gəl sənə azdır yenə ey dost. Bu şeiri Əli Nur dedi sənə Sabir bəy, saxla 100 yaşa yetəndə yenə qaytar mənə ey dost. Onun yazıları mürəkkəblə deyil, xalqın sevgisi ilə, ağrısı ilə yazılıbdır. Xalqın yanında olan, xalqın adamı statusunu qazanan yazarlardandır. Ona görə Sabir Rüstəmxanlı haqqında danışanda hər kəs deyir ki, o bizim öz adamımızdır. Sabir Rüstəmxanlı bu xalqın adamıdır. Sabir Rüstəmxanlı ədəbiyyat ömür kitabı məsələdə mən çox gözəl xatırlayıram. Kifayət qədər bu kitabın ərsəyə gəlməsi, bu kitabın oxucuya təqdim olunması baxımından Sabir Rüstəmxanlının yaradıcılığının böyük məqdərdə bir nümunəsini görmək olar. Və eyni zamanda Sabir Rüstəmxanlının yaradıcılığı bütövlükdə vətənə bağlılıq nümunəsi, xalqa bağlılıq nümunəsi kimi qiymətləndirmək olar. Onun yaradıcılığı son 50 il Azərbaycan ədəbiyyatının ayrılmaz bir hissəsidir. Ələlxüsus müstəqillik dönəmində, Azərbaycanın milli azadlıq hərəkatında onun özünün də, şeirlərinin də rolu böyükdür. Xalqımız da belə xidmətləri heç vaxt unutmur. Onun musiqi duyumu ona gətirib çıxardır ki, ifaçılar o mahnıları, onun sözlərindən yazılmış mahnıları ifa edəndə sanki bütün dramaturji xətti tamaşaçıya, dinləyiciyə ötürə bilir. Mən Sabir həmişə deyirəm, mənim köhnə, amma heç vaxt köhnəlməyən dostum. Sabir tək Azərbaycanın, məmləkətimizin, Türk dünyasının yox, tərəqqipərvər bəşəriyyətin, insansevər bəşəriyyətin böyük şairidir. Gecədə xalq şairinin şeirləri qiraət olunub, sözlərinə yazılmış musiqi nömrələri təqdim edilib. Xanım Cavanşir qızı Mübariz Qədirli, Pərviz Allahverdiyev, RTV.